Herkese salam, mən Səbinə Sultanova, tarix müəllimiyəm. Məni Instagramdan izləyə bilərsiniz. Bu arada qeyd etdim ki, 2026-27-ci tədris ili üçün tarix dərslərinə start verilib. Qruplar 4-5 nəfərlik olacaq və maksimum 2 qrup götürəcəm. Buna görə də yerlər məhduddur, yəni qeydiyyatdan almaq istəyirsinizsə tələsin. İndi keçək biz dərsimizə. Bugünkü dərsimiz İngiltərə mövzusu olacaq. 11-16-cı əsrlərdə İngiltərədə nələr baş verib, bu mövzuya baxacağıq. Ümumiyyətlə 9-cu əsrdən burada vikinglər məskunlaşmışlar bu ərazilərdə. Daha əvvəl burada Anglo-Saks tayfaları var idi. Bunlar qaynayıb qarışırlar və birlikdə İngilis xalqını formalaşdırırlar. 10-cu əsrdən demək ingilislərin Normandiya adlandırdığı hissəsi, Normanları Fransanın şimalında məskunlaşırlar və burada Normandiya hersoqluğu yaradırlar. 11-ci əsrdə isə 1066-cı ildə bu Norman hersoqu 1-ci Wilhelm deyir ki, mənim İngiltərə taxt tacına mənim də haqqım var. Qoşun çıxarır İngiltərə sahillərinə və Hastings döyüşü baş verir 1066-cı ildə. Döyüş nəticəsində nələr baş verir? Demək, burada Normanlar qalib gəlirlər, hiylə işlədirlər, amma qalib gəlirlər. Və 1-ci Wilhelm Londona daxil olur, özünü İngiltərə kralı elan edir və bundan sonra Normanlar hakimiyyətə gəlirlər İngiltərədə və əsas vəzifələrə də burada Normanlar təyin olunur. Kral əkilə bilən torpaqların 7də birinə sahib olur, şəhərlərin sahibi olur, ən böyük torpaq mülkiyyəti onda idi. Eyni zamanda ancaq öz adamlarına, əsasən də Normanlara torpaq paylaşdırır və əhali əmlak və siyahıya alınır Normanların dövründə İngiltərədə. Bu da Avropada Romadan sonra ilk siyahıya alınma idi. Burada vergi sistemi və kral məhkəməsi daha da təkmilləşdirilir və yenilənir. Bundan başqa bu Normanlar Fransadan gəldikləri üçün burada əsas dil fransız dili hesab olunmağa başlayır. Yəni yüksək zümrə təbəqəsi fransızca danışırdılar və alt təbəqə insanları isə daha çox kəndlilər, sənətkarlar ingiliscə danışırdılar. Və burada İngiltərədə feodallaşma prosesi 11-ci əsrin ikinci yarısına Normandiyanın istilası ilə başa çatır. Və bu işğaldan əvvəl hələ də İngiltərədə azad kəndlilər var idi. Lakin bu siyahı alınma ki oldu. Bundan sonra bütün kəndlilər təhkimlə halına salınır, vergilər dəqiqləşdirilir. Və burada Fransadan fərqli olaraq şəhərlər İngiltərə kralına tabe olduğuna görə özünü idarə hüququ ala bilmirdilər. Və burada mərkəzləşdirmə siyasəti daha güclü olmuşdu. Feodallar məcbur idilər ki, krala vergi ödəsinlər və hərbi xidmətdə iştirak etsinlər, onu ordu ilə təmin etsinlər. Bu da kralın hakimiyyətini gücləndirirdi. Normandiya işğalından sonra demək burada kral hakimiyyəti güclənir, ölkənin siyasi birliyi möhkəmlənir və mərkəzləşmiş dövlətin əsası qoyulur. Daha sonra feodallaşma prosesi güclənir, kəndlilər təhkimli vəziyyətinə daha da çox düşürlər və daxili-xarici siyasət genişlənir. 12-ci əsrin ikinci yarısına hakimiyyətə 2-ci Henrix gəlir və burada yenə kral hakimiyyəti daha da güclənməyə başlayır. Onsuz da güclü idi, daha da güclənir. Bir sıra islahatlar keçirir 2-ci Henrix. Bu islahatlara məhkəmə islahatı və hərbi islahat daxil idi. Məhkəmə islahatı o demək idi, qanunlar verilir və bu qanunlar yerli qanun məcəllələrini əvəz etməyə başlayır. Hər bir azad adam ödəniş müqabilində kral məhkəməsinə müraciət edə bilərdi. Məhkəmə iş iclasçısı tərəfindən araşdırmalar aparılırdı və vahid kral məhkəməsi yaranmışdı burada. Hərbi islahata görə isə feodallar qalxan pulu ödəməli idilər vergi kimi və bu vergi əsasında kral muzlu cəngavərlərdən ibarət ordu saxlamağa başladı. Beləliklə baron, yəni qrafların, hersoqların ordusundan olan asılılığını azaltdı. Eyni zamanda hər bir kəndlinin müəyyən bir silahı olmalı idi evində ki, kral onları döyüşə çağıranda orduda iştirak edə bilsinlər. Bunun nəticəsində kral hakimiyyəti daha da güclənir, mərkəzləşmiş güclənir, kömək olur. 12-ci əsrin sonlarında artıq kəndlilər, şəhərlər, feodalların əksəriyyəti ingilis dilində danışmağa başlamışdı. Yəni ingiliscə artmağa başlamışdı istifadəsi. Yalnızca dövlət orqanlarında rəsmi dil fransız və latın dilləri idi. 13-cü əsrin əvvəllərində burada Fransada olduğu kimi dini ilə siyasətin ayrılışdırılmasına çalışılırdı və kral Roma papasının
onun siyasi işlərinə qarışmamasını istəyirdi. Amma bunu ictimaiyyət tərəfindən o qədər də yaxşı qarşılanmamışdı və buna görə də özünü o kral, yəni Roma papasının vassalı özünü elan edir. Bu da gətirib çıxarır ki, feodallar, cəngavərlər, şəhərlilər üsyan edirlər və bu üsyançılara görə 1215-ci ildə İngiltərədə Böyük Azadlıq Xartiyası imzalanır. Bu xartiyaya görə iri feodallar, cəngavərlər, kəndlilərə müəyyən azadlıqlar verilir. Feodallara çox azadlıqlar verilir, amma cəngavər şəhərli azad kəndlilərə nisbətən məhdud azadlıqlar verilir. Müəyyən ediləndən artıq vergi alına bilməzdi və bütün azad adamlar, kral məmurları özbaşınalığı, hədsiz cərimələrdən qorunmalı idilər. Şəhərlərin mövcud azadlıqları təsdiqlənirdi. Lakin bu xartiyaya hüquqlarına kral əməl etmir və üsyançılarla mübarizə aparır. Tam bu 1265-ci ilə qədər davam edir. 1265-ci ildə İngiltərə tarixində və Avropada da eyni zamanda ilk dəfə olaraq parlament çağırılır. Bu parlamentdə də iri feodallar, ali ruhanilər, cəngavərlər və şəhərlərin nümayəndələri təmsil olunurlar və kral vergiləri parlament ilə razılaşdırıb təyin edə bilərdi. Bu hadisə 1265-13-cü əsrin ikinci yarısıdır. Parlament çağırılır, ancaq vergilərə görə. Amma 14-cü əsrdə parlament artıq vergilərdən əlavə müəyyən qanunların verilməsində də iştirak etmə hüququ qazanır. Və sonra eyni zamanda 14-cü əsrdə vəba yayılır Avropada və İngiltərədə də eyni zamanda və İngiltərə əhalisinin 1/4 burada tələf olur epidemiyada. Bu da işçi qüvvəsinə tələbatı artırır və kral qanun verir ki, kral torpağı və digər gəlir mənbəyi olmayan 12-60 yaşında bütün adamlar aşağı əmək haqqı ilə işləməyə məcbur edilirdilər. Kimlə qarşı çıxarsa sərt cəza gözləyirdi ona. Bu da üsyanlara, narazılıqlara səbəb olur. Eyni zamanda bu dövrdə 14-cü əsrdə Robin Hood kimi rəvayətlər, əfsanələr yaranmağa başlayır. Yəni xalq buna qarşı çıxırdı deyə. 14-cü əsrin ikinci yarısında da kəndlilərin vəziyyəti ağırlaşmışdı, vergilər artmışdı. Eyni zamanda 100 illik müharibə başlayır bu dövrdə. 1381-ci ildə Uod tayların başçılığı ilə kəndli üsyanı İngiltərədə baş verir. Və burada da kəndlilər kralla görüşmək istəyirdilər, vergilərin yaxşılaşdırılmasını, aşağı salınmasını istəyirlər və bu aşağı əmək haqqı ilə məcbur iş qanunun ləğvini istəyirdilər. Xeyirxah krala inanırdılar və kral burada da hilə işlədir və üsyan başçılarını öldürtdürür, üsyan məğlub olur. Tezliklə, lakin vergilər bir qədər azaldılır və az əmək haqqı ilə işləməyə məcbur edən qanunlar da yumşadılır. Kəndlilər təhkimçilikdən azad edilməsi sürətlənməyə başlanır. Və burada diqqət edilməsi məqam odur ki, 100 illik müharibənin gedişində biz Fransa dərsində danışmışdıq ki, Fransada Jaklar üsyanı baş vermişdi. İngiltərə isə Uod tayların başçılığı ilə kəndli üsyanı baş vermişdi. Hər iki kəndli üsyanı, hər iki hilə yolu ilə yatırılmışdı. Lakin müəyyən bir nəticələri olan üsyanlar idilər. Bu onların oxşar cəhətləridir. Daha sonra 1455-1485-ci illərdə İngiltərə tarixində demək 2 dənə əyan qruplarının arasında müharibə baş verir və onların birinin bayrağının üstünə al qızılgül, birinin bayrağının üstünə qırmızı qızılgül var idi deyə bu Qızılgüllər müharibəsi də adlanmışdı. Bu 30 illik müharibə davam etmişdi 1455-1485-ci illərdə. Nəticədə nə baş verir? Tudorlar sülaləsi İngiltərədə hakimiyyətə gəlir. Bu sülalənin banisi də 7-ci Henrix Tudor idi. Onun dövründə o mərkəzi hakimiyyət gücləndirmək üçün iri feodallara qarşı mübarizə aparmışdı. Onların feodalların hərbi qüvvələrini ləğv etmişdi. Beləliklə feodallar arası müharibələrə son qoymuşdu. Zadəganlar və orta təbəqənin üzərinə az vergi qoymuşdu. Onları öz tərəfinə çəkmişdi və İngiltərədə mütləq monarxiyanın yaranmasına da səbəb olmuşdu. Mərkəzləşdirmə siyasəti davam etmişdi və mərkəzləşmiş dövlət onun dövründə yaranmışdı, yəni bitmişdi bu. London mərkəz olmaqla vahid bazar yaranmışdı və İngiltərədə dil fərqləri tədricən aradan qalxmağa başlamışdı. Fransız, Latın və başqa dillərin təsiri ilə zənginləşən ingilis dili formalaşdı artıq. 15-ci əsrdə ingilislərin ərazi və dil birliyi müəyyənləşdi. 16-cı əsrin ikinci yarısı və 17-ci əsrin birinci yarısında Avropada ağır iqtisadi və sosial böhran baş verdi. Bunun səbəblərindən biri də inflyasiyanın baş verməsi idi. İnflyasiya pulun dəyərdən düşməsi deməkdir.
Eyni zamanda qiymətlər qalxmışdı. Coğrafi kəşflər nəticəsində Amerikadan qızıl, gümüş axırdı bura. Həmçinin əhalinin sayı artmağa başlamışdı. Yeməyə, torpağa, ərzağa tələbat artmışdı bu dövrdə. 16-cı əsrdə İngiltərədə, ümumiyyətlə bu Avropada reformasiya hərəkəti baş verir. İngiltərədə də təsirini göstərir və burada Anglikan kilsəsi yaradılır. Bu kilsə nəticəsində kral hakimiyyəti daha da möhkəmlənir və Roma papasına olan asılılığı bitir. Kraliçə 1-ci Yelizavetanın dövrü 1558-1603-cü illərdə baş vermişdi. Onun dövründə Tudorların son hökmdarı idi. Eyni zamanda İngiltərənin qızıl dövrü hesab olunur onun dövrü. Yelizaveta iqtisadi siyasəti proteksionizm idi. Yəni yerli malları, yerli ticarəti himayə edirdi. Eyni zamanda dənizdə müstəmləkələrin inkişafı, dəniz quldurluğu himayə edirdi. Əsasən onun dənizdə əsas rəqibi İspaniya idi. Buna görə də İngilis dəniz quldurları İspan gəmilərinə hücumlar edirdilər və onlara qarət edirdilər. Eyni zamanda kraliçə bir neçə dəfə Amerikaya səfərlər təşkil etmişdi. Amerikadan İngiltərəyə onun dövründə kartof, tütün gətirilmişdi və İngiltərədə də istehsalına başlanılmışdı. 1588-ci ildə isə İspaniya Britaniyanı işğal etmək istəyirdi və onun həmin dövrdə güclü bir hərbi donanması var idi. Həmin hərbi donanmada məğlub edilməz armada adlanırdı. Lakin İspaniya burada məğlub olur və İngiltərənin bundan sonra Avropada nüfuzu artmağa başlayır. Ən güclü dövlətlərin birinə çevrilir. Və eyni zamanda dəniz ticarəti və müstəmləkələr uğrunda da mübarizədə onun mövqeyi güclənir.